Heç vaxt xaricdə olmamısınızsa, bu video tam sizin üçündür. Mən ilk səyahət üçün həmişə Gürcüstan və Türkiyəni tövsiyə edirəm. Məsələn, Gürcüstana 200 manata qatarla gedib gəlmək mümkündür. Bir nəfər üçün 5 günlük səyahət təxminən 800 manata başa gəlir. Türkiyəyə isə 500 manata bilet alsanız, təxminən 1300 manat büdcə lazım olacaq. Bu qiymətə mən bilet, 5 günlük otel və yemək xərclərini hesablamışam. Əgər ilk dəfə Avropaya getmək istəyirsinizsə, növbəti seçimin Bosniya və Albaniya olardı. Çox gözəl və çox ucuz ölkələrdir. Hər iki ölkəyə bir nəfər üçün 5 günlük səyahət təxminən 1300 manata başa gəlir. Biraz fərqli bir təcrübə yaşamaq istəyirsinizsə, Mərakeşi mütləq siyahınıza əlavə edin. Mənim ən sevdiyim ölkələrdən biridir və bir nəfər üçün 5 günlük büdcə təxminən 1800-2000 manat arası olacaq. Bəs necə başlamaq olar sualını verirsinizsə, çox sadə. Bu ölkələrin heç biri üçün viza lazım deyil. Sadəcə biletinizi alırsınız, Gürcüstana qatarla, bütün digər istiqamətlərə isə Ajet və yaxud da Pegasusla gedə bilərsiniz. Booking və ya Airbnb-dən qalacağınız yeri bron edirsiniz. Sonra isə ChatGPT-dən sizə gün və gün səyahət planı hazırlamasını istəyirsiniz. Və ən vacibi, ilk səfəriniz mükəmməl olmasını gözləməyin. Sadəcə başlayın. Çünki ilk səyahətdən sonra davamı mütləq gələcək. Bəs sizin ilk gedəcəyiniz ölkə hansı olardı? Şərhəldə yazın. Növbəti videoda isə vizalı, amma büdcəyə uyğun ölkələrdən danışacağam.